Salam dostlar, bu günləri gördüyünüz kimi belə bir gavalı calaqaltıları var əlimdə. Gördüyünüz kimi yarpaqları bu vəziyyətdə. Yaxından göstərim. Bu vəziyyətdə. Bunu indi necə deyərlər? Kimsə buna deyəcək ki, alternariyadır, kimsə buna deyəcək ki, antraknozdur, kimsə buna deyəcək ki, nə bilim, su stresidir, kimsə buna deyəcək ki, yağışdan sonra yaranan bir şeydir. Amma mən tapmaca tapmayacağım, konkret sizə arqument gətirəcəm, göstərəcəm. Bunun üçün də bunu necə təyinat aparırlarsa addım-addım göstərəcəm. Axırda da ətraflı məlumat verəcəm. 1-2-3 günlük videonu 2-3 dəqiqəyə sığdırmağa çalışacağım. İlk mərhələdə xəstə yarpaqları bu cür toplayırıq. Gördüyünüz kimi yarpaqlarda belə deşiklər də var. Yəni bu zərərverici izinə də oxşuyur. Bu nümunə götürdüyümüz yarpaqlardır. Gördüyünüz kimi 70%'li spirtlə bunu ısladıram ki, digər saprofit havada olan göbələklər məni çaşdırmasın. Bunu bu hala salan patogeni tapmaq üçün sırf o qalsın. Bir 3 dəqiqə falan belə qarışdırırıq ki, spirt tam nüfuz eləsin yarpaqlara. Və ardınca da 3 dəfə distillə suyu ilə yaxalayırıq ki, spirtdən azad olsunlar bunlar. Gördüyünüz bu mərhələdə laminar şkafın altında həmin yarpaqlardan götürdüyümüz nümunələr spesifik qida mühitlərində əkiləcək ki, yetişdirilsin. Deməli, qida mühitinə yerləşdirildikdən sonra 25 dərəcədə inkubatorda yetişdirilir. Niyə görə inkubatorda yetişdirilir? Deməli, patogenin yetişməyi üçün 22-28 dərəcə temperatur, nəmlik, yəni nəmliyin yerinə biz spesifik qida mühiti, haradakı o təbiətdə inkişaf edir, ona yaxın bir mühit hazırlamışıq süni şəkildə. Bir də patogenin özü, yəni göbələyin sporu. 3 gündən sonra həmin bu qida mühitini götürüb, sirayətlənmiş hissədən preparat hazırlayıb, həmin göbələyin sporunu sizə göstərəcəm. Salam dostlar, artıq 3-5 gün keçib sizə göbələklərin necə sirayətləndiyini göstərirəm. Bilmirəm, oradan kiflik aydın görünür yoxsa yox. Misel kütləsi. Gördüyünüz kimi. İndi isə buradan preparat hazırlayıb göbələyin növünü təyin etməyə çalışacağım ki, hansı göbələk tərəfindən törədildiyini deyə bilim.
Dostlar, ilk baxışda sporlar həm stenfiliuma, lokuladiuma, alternariaya oxşatmaq olur. Amma bunların fərqini izah edəcəm sizə. Bu %100 stenfilium cinsinə aiddir. Yəni belə deyək, stenfilium soluqması deyilir yarpaqlarda. Növə kimi ehtiyac yoxdur. Stenfilium sp kimi qeyd edə bilərsiniz. Gördüyünüz kimi bu sporların quruluşu, ətrafda konidioforların, spor daşıyıcıların spesifik quruluşu, şişkinliyi bunun stenfilium olmağına göstərir. Alternariya ilə lokuladiumdan heç bir əlaqəsi yoxdur. Lokuladium stenfiliuma nisbətən sporlar ziyilli olur, belə açıq, aydın olmur. Bunları peda, bir də sına, aqarda yetişdirə bilərsiniz 3-5 günə. Son olaraq demək istəyirəm ki, stenfilium cinsinin versikarium və ya botrasium növü ola bilər yarpaqda. Bu da ki, yarpaqda ləkələrə, yanıqlara səbəb olur. Meyvə bağları və tərəvəz üçün təhlükəli olan bir patogendir. Zərər verici mexaniki zədələnmə, stomalardan giriş edərək sporlar yarana bilər. Yəni gördüyünüz kimi, tapmaca tapmaq deyil də belə bir yarpaqda gördüyünüz zədə ilə patogenin sporu üst-üstə düşməlidir ki, biz deyək ki, filan göbələk var bunda. Sağ olun. Nəsə bir sual yarandısa beyninizdə kommentlərdə bildirə bilərsiniz.